mövcudiyyət veriləndir. Qazanılan insanlar onlara xüsusi bir yanaşması olur da, onlara təlqin edir ki, sən xüsusisən. Bax, bu tələyə düşür və insan başlayır özünü bir xüsusi hesab edir. Xüsusiliyin zaten yoxdur. Daha çoxunu gözləmək, incikliyi, küskünlüyü, baxın, bunlar uşaq qafasıdır. İnsan o qədər entifləmək, özünü xüsusi sayır. O elə bir ki, cəmiyyət arasında gəzəndə elə bir ki, elə bir dənə bunu görürlər. İnciməyin prosesə heç bir dəxli yoxdur. O uşaqlıqda idi. İnciməyə tövbə eləsəniz, fərqində olaraq, inanın ki, çox sadə, rahat bir həyata gələcək. Əvvələn salamlayıram hamınızı. Təlimizə başlayaq inşallah. Çox bağışlayan, çox mehriban Allahın adı ilə qəşəng bir təlim olacağına ümid edirəm. Çünki mənim üçün həssas bir mövzudur bu mövzu. Və mənim axırda deyəcəm ki, mənim bu mövzu ilə bağlı xüsusi bir günüm var. Aprelin 1-i mənim üçün xüsusi bir gündür. Və bunu deyəcəm, nə günüdür. İnciməyin psixologiyası. Mövzumuz budur da. İnciməyin psixologiyası. Küsəyənlər, inciyənlər, filanlar, belə insanlar üçün daha vacib bir təlimdir. Deməli, dostlar, 8 martda burada bir təlimimiz var idi. Bəziləriniz orada iştirak edirdiniz. Təlimdən sonra bir gənc xanım yaxınlaşdı mənə. Çox həyəcanlı idi. Bilmirəm, bugün o burada iştirak edir ya yox. Çox həyəcanlı idi, çox gərgin idi. Mənim oxucumdur, dinləyicimdir və s. Yaxınlaşdı ki, müəllim, bu günləri 8 mart günüdür. Onun dediyini deyirəm də, bir hədiyyə gətirmişdi. Mən bunu istəyirəm sizi böyüdən, tərbiyə edən, yetişdirən ananı təbrik eləmək istəyirəm. Təbii o bilmirdi ki, mənim anam həyatda deyil. Belə bir həyəcanla gəlmişdi. Çox-çox xahiş edirəm ki, təbriklərimi anaya çatdırasınız, hədiyyəmi anaya çatdırasınız falan. Mən də tutuldum, o da özünü itirmişdi falan. Həssas mövzu olduğu üçün mən demədim ki, belə, dedim baş üstə. Hədiyyəni ondan qəbul elədim. Getdim evə. Xüsusi idi mənim üçün ki, nə hədiyyəsidir bu? Açdım hədiyyəni, gördüm Səhifə-i Səccadiyyə kitabı. Belə bir kitab var, Səhifə-i Səccadiyyə. İmam Səccad əleyhissalamın duaları toplanıb o kitabda. Onun Azərbaycan dilinə tərcüməsidir. Çox da nəfis, çox maraqlı bir formada çap olunub. Çox qəşəng bir kitabdır. O kitabı hədiyyə edib mənə. O kitab nədən ibarətdir? Elə mövzumuza dedim, belə başlayayım. O kitab nədən ibarətdir? O kitabı oxusaz görəcəksiniz ki, oradan ancaq dualardır, qəşəng dualardır, razılıq əlamətidir, şükranlıq, təşəkkür, minnətdarlıq, Allahla münacatlarında bircə giley görməzsiniz orada, bircə bir narahatlıq görməzsiniz. Ustadlardan biri qəşəng deyirdi, İmam Səccadın həyatını bilməyən adam bu kitabı oxusa, deyər ki, yəqin bu yağbal içində yaşayıb da, heç bir problem olmayıb. Halbuki tarixi biraz bilənlər bilirlər ki, İmam Səccadın başı nələr çəkib də, yəni o boyda Kərbəla müsibəti gözünün qabağında baş verib, sonraki dönəmləri də ondan betər bir blokada da yaşayıb. Ki, siz düşünün bir adam ki, dua dilində danışmağa məcbur olub. Sadəcə bu faktı düşünün, yəni imkan, icazə yox idi, o çıxışlar eləsin, mühazirə eləsin, danışsın, təlim versin, icazə yox idi. Deyirdi ki, dua ki eləmək olar, duanı da əngəlləyə bilməzsiniz ki, elə müxtəlif tədbirlərdə, orada, burada müəyyən dualar eləyirdi və dualarla öz mesajlarını çatdırdı. Sizin düşünün, belə bir adam bircə giley yoxdur, bircə şikayət yoxdur, Allahdan bir narazılıq yoxdur, həyatından bir narazılıq, təşəkkür, razılıq, xoşbəxtlik. Yəni, həqiqətən o kitabı oxuyanda deyirsən ki, bu adam nə nemətlər içində, nə möhtəşəm bir həyat yaşayıb da. Sual budur. Niyə belə olur? Niyə belə insanlar, bəzi insanlar belə ola bilirlər? Müxtəlif çətinliklərə rəğmən, müxtəlif sıxıntılara rəğmən, bax, belə ola bilirlər. Bundan bugün danışmaq istəyirəm, belə bir giriş eləmək istədim. Psixologiyada qəşəng bir bəhs var. Əslində bir kitab var, oradan bu bəhsi götürmüşəm. Bir dəfə təqdim etmişdim o kitabı, çox yaxşı kitabdır.
Mark Manson adında müəllifdir. Mark Manson. Onun Baş qoşmamaq sənəti adında kitabı var. Çox qəşəng kitabdır. Baş qoşmamaq sənəti. Maraqlı bir kitabdır. O maraqlı kitabda ən qəşəng bəhslərdən biri, neçənci fəsillərindən biri entitlementlik bəhsi var. Entitlement. Entitlement nə deməkdir? Orada Mark Manson bəhs eləyir və ümumiyyətlə psixologiyada tanış bir bəhsdir. Entitlementlik, yəni özünü xüsusi hiss etmək. Mən xüsusi bir adamam. Məsələn, hansı cümlələri işlədir belə adam? Məni heç kim başa düşmür. Mən xüsusi bir adamam. Burada Manson ayırır, deyir, iki növ olur belər. Grandiozlar olur. Bir də qurban, bədbəxt xüsusilər. Məsələn, o deyir ki, mənim dərdlərim fərqlidir. O düşünür ki, mənim ağrım bir başqadır, yox. Heç kim belə ağrısı yoxdur. Heç kim mənim kimi bədbəxt deyil. Xüsusilik məsələsi. Entitlementlik budur. Mən fərqliyəm. Mən daha çoxuna layiqəm. Əsas fikir bax unutmuşam. Mən daha çoxuna layiqəm. Mən daha yaxşı həyata layiqəm. Mən daha gözəl nemətlərə layiqəm. Ola bilər biz bunu dilimizə gətirmirik. Bax burada, söhbət buradan gedir. Mən daha çox, adam, xeyir ola, niyə? Kim dedi bunu sənə? Bu qədər sənə nemət verilib, bu qədər mövcudiyyət, baxın, bu gözəl cümlədir. Mən 9-cu mərtəbədə bu cümləni yazmışam. Sən varlığını qazanmamısan, elə davranırıq, yəni bunu biz zəhmət çəkib qazanmışıq. Sənə bir mövcudiyyət təqdim olunub, verilib. Qəşəng bir söz var, deyir ki, bəy verən atın dişinə baxmazlar. Çox qəşəng sözdür. Niyə görə? Bir var ki, sən zəhmət çəkmirsən, sənə zəhmət haqqı kimi bir at verirlər. Böyle sən də onun dişinə də baxacaqsan, dırnağına da baxacaqsan. O bəy verən at, bəy bir lütf eləyib sənə bir hədiyyə edir də, sən onun harasına dişinə baxacaqsan, hansı haqqla sən onun dişinə baxacaqsan. O hədiyyəni götürmək lazımdır da. Əgər insan xüsusi olduğunu düşünürsə, grandioz olduğunu düşünürsə, mən daha çoxuna layiqəm, bu həyat filan, Allahla münasibətləri belə olur. Baxın, mən pasiv inciməkdən söhbət edirəm. Tez düşünməyin ki, mən belə demirəm, mən Allahla belə danışmıram, söhbət bundan getmir. Pasiv incimək mərhələsi var. Yəni, sən dilinə heç nə gətirmirsən, heç nə bundan bağlı danışmırsan, amma bədbəxtsən. Amma belə də filan, depressiyadasan, amma filansan, onun kökündə dayanır. Mən xüsusiyəm, mən bu həyatı, niyə bala? Nəyə görə? Çox maraqlıdır. İncildə bir maraqlı bəhs keçir, indi yadıma düşdü. Bir gün deyir ki, bir adam gəlir fəhlə bazarına, indiki dillə deyək. Deyir ki, qardaş, sən saat 9-dur, aparıram, axşam 9-dacan işləyəcəksin. Nə qədər zəhmət haqqı? Deyir ki, məsələn, 5 manat. Tamam. Götürür bunu aparır. Biraz işlər gedir, saat 12-dir, artıq 12-dir və görür ki, işlər çatdırmır. Gedir başqa bir fəhləni gətirmək. Gəlir ki, saat 12-dir, 12-dən 9-dacan işləyəcəksən. Nədir sən zəhmət haqqın? Bu da deyir ki, 15 manat. Hə, yaxşı, götürür, aparır. Sonra işin qurtarmasına 1 saat qalıb, qəşəng İncildə keçirir bəs. 1 saat qalıb, təzədəndən görür ki, iş çatmır da, gedir başqa fəhlə ilə danışma. Deyir, 1 saatlıq bir iş var. Nə qədər alacaqsan? Deyir ki, 50 manat. Hə, anlaşır, götürür, gətirir. İndi bu fəhlələr bir yerdə işləyirlər. Öz aralarında söhbət edəndə adam deyir ki, mən 9-dan 9-a 5 manat mənə verir. Sən 12-dən gəlmirsən, sənə 15 manat, sən 1 saat üçün 50 manat, bunlar bir üsyan qaldırırlar, gəlirlər ağanın yanına. Ki, ay, bu nə deməkdir? Bu ədalətsizlikdir, filandır, filandır. Ədalətsizlik bunun harasındadır? Sənlə razılaşmışıq, gətirmişik. Əvvələn, ümumiyyətlə, xristianlıqda bu çox fəlsəfi bəhsdə bəhs olunur ki, ümumiyyətlə, bir adam ki, hədiyyə paylayır. Burada ədalətdən söhbət gedə bilərmi? Bu, müzakirəyə açıq bir bəhsdir. Məsələn, düşünün ki, mən burada 100 dənə kitab qoymuşam və sizə hədiyyə vermək istəyirəm. Kiməsə 5 dənə verirəm, kiməsə 1 dənə verirəm, məsəl üçün. Kimsə dursun, bu ədalətsizlikdir. Bu, başqa bir şey ola bilər. Nəsə, bəlkə də doğru olmaya bilər, nəsə qeyri-etik ola. Amma ədalət mövzusu deyil axı. Bu, mənim kitablarımdır. Mən ümumiyyətlə, bir nəfərə verirəm hamısını, o birisilərə vermirəm. Hardadır burada ədalətsizlik? Məsəl üçün. İndi burada bu bəhs olunur. Yəni, Allah sənə bunu verib də, qardaş, problem nədir? Narahatlıq hardadır? Mülkündən bunu sənə verib, bu qədərini verib, bu istedadı verib, bu nemətləri verib.
Bu nə xüsusilik davasıdır? Yox, mən başqa daha həyata layiq, daha gözəl həyata layiqəm, mən daha filan. Bu entitlementlik bəhsi, yəni özünü xüsusi hesab etmək, həyatın ona, nədənsə həyat ona borcludur. Hər kəsi, mən elə adamlar tanıyıram, ümumiyyətlə hamı ona borcludur. Baxın, bugünkü dünyamız təəssüf ki, entitlementliyi qıcıqlandırır da, yəni oyadır bizdə. Nə qədər təbliğ insan, sən xüsusisən, səninlə belə filan, qardaş, yox. Bir həyatın bir parçasıyam mən də. Sadə bir vətəndaşam, mən də təbiətin bir parçasıyam. Mənim xüsusi qəribəliyim filanım yoxdur. Orta statistik bir yaradılışam, bir məxluqam. Baxın, bu insanı çox rahatladır bu düşüncə ki, mənim bir xüsusiliyim yoxdur. Bunu uşaqlıqdan bəzən bizə yeridə bilərlər beynimizə və yaxud cəmiyyət və yaxud bununla üzləşmək lazımdır. Mən xüsusi adam deyiləm. Baxın, bu söhbətlər, nəzəri söhbətlər deyirlər. Bunların ən azı bir dənə praktikantı var. O da sizin qarşınızdadır. Yəni, mən özümü bundan xilas etmiş adamam. Baxın, mənim yadıma gəlir, terapiyada müəllimimlə bəhs eləmişdik. O mənə bəraət qazandırırdı. Deyirdi ki, sənin entitlementliyə haqqın var. Yəni, özünü xüsusi düşünməyə. Nəyə görə? Uşaqlığım qəribə keçib də, uşaqlıqdan bəzi şeylər haqqında düşünürdüm, görürdüm ki, dostlarım heç bu haqda düşünmür. Məsəl üçün, senarilər yazırdım məktəbdə, gəlirdilər, tərifləyirdilər ki, bu nədir filandır. Yəni, hardasa haqqım var idi də, mən xüsusiyəm. Sonra böyüyəndən sonra gördüm ki, mənim xüsusiliyim lokaldır. Lokal, yəni konkret bir mühitə aiddir. Niyə görə? Çünki kitabları oxudum, Tolstoy oxudum, Dostoyevski oxudum. Dedim, ki, dayan da, bu da istedaddır, sən də istedadsan. Hələ biraz da o yana gedəndən sonra çox yaxşı bir dənə hekayə yazmışam, 2 dənə cümlə yazmışam. Görəndə ki, biraz belə açıram, Nəhcül Bəlağəni oxuyuram. Heyif ki, dünya bu kitabı tanımır da, çox heyif ki, tanımır. Yəni, bu bir ədəbiyyatçı kimi deyirəm, bunu bir inansız adam kimi demir. Oxuyursan 3 dənə gəlmə, bütün fıs yatdı da, yəni ki, bu söz budur, fikir budur, düşüncə budur. Həm forma, həm məzmun. Sən nə boyda söz demirsən də, dəhşət bir sözdür. Necə olur? Bu entitlementlik özündən başlayır əriməyə də. Yox, sən hətta tamam 2 dənə qəşəng cümlə yazsan, bir dənə kitab yazmışsan, o müqayisədə entitlementlik tökülür. Yoxsa xüsusi bir, Allah bir istedad verir, bunu cilalandır. Bu nemətlər filanlar, mən xüsusiyəm, mən niyə? Yox, qardaş, sən heç bir xüsusiliyin yoxdur. Bəzən bizim kimi adamlar, ictimai adamlar, kaş ki, burada elə adamlar da çox olaydı, bu tələyə düşürlər. Çünki insanlar onlara xüsusi bir yanaşması olur da, onlara təlqin edir ki, sən xüsusisən. Bu tələyə düşür və insan başlayır özünü bir xüsusi hesab edir. Xüsusiliyin zaten yoxdur. İnsanlar lütfələ onların məhəbbətidir, onların nəzəridir, onların düşüncəsidir. Tolstoyun qəşəng sözü vardır ki, sizin haqqınızda yaxşı düşünən insanlar bəzən də özləri yaxşı olduğu üçün belə düşünürlər. Həmişə bu sizlə bağlı olmaya bilər. Yəni, o adam özü yaxşı insandır, sizlə belə bağlı düşünür. İndi bu entitlementli bəhsi, özünü xüsusi hesab etmək bəhsi, bütün bədbəxtlər ordusu yaranıb da, baxın. Adam mövcud bir reallığı var, bununla barışmır, mən daha layiqəm, daha betər olmalıdır, niyə olmadı, niyə filan falan. Ay qardaş, Epikürün məşhur bir sözü var, deyir ki, həyat sanki hər kəsə kartlar paylanıb, kartların paylanması. Mən kart oyunu bilmirəm. Təlimdən əvvəl bir dostumuzla görüşmüşdüm, həmən təlimdə. Bu ümidlə ki, ondan soruşacağım müəyyən şeylər. O mənə nəsə dedi, o dedi ki, mən ümumiyyətlə sıfıram. Kart belədir ki, bir paylanır kart, sənin əlində olan odur da və s. Deyir ki, sən burada yeganə işin sənə verilmiş, paylanmış kartlarla doğru oyun qurmaqdır. Biz nə edirik? 2 dənə şey edirik. 1, ümidlə gözləyirik ki, kartlarımız, daha yaxşı kartlar veriləcək. Bu həyatdan mümkün deyil. Yaxud da digərlərinin əllərindəki kartlara baxırıq, onun həsəsini çəkirik, onun əlindəki kartlar falan deyir. Yox, qardaş, sən əlindəki mövcud kartlarla nə oynaya bilərsən, nə gözəl, doğru bir oyun qura bilərsən, buna baxmaq lazımdır. Səndən istənilən də budur. Səndən istənilən də budur. Bundan artığı deyil, inanın. Bundan artığı olsa ədalətli deyil. Baxın, məşhur ədəbiyyat saytlarından biri Kulisas bir dənə maraqlı layihə eləmişdi illər əvvəl. Layihə belə idi. Bir ədəbiyyatçı, bir yazıcı bir hekayə yazır. Sonunu bitirmir hekayənin.
Yəni məsəl üçün Əli gəldi, belə elədi, elə elədi, filan gəlib sonluğu olmalıdır. Bu qaldı, öldü, yaşadı, evləndi, neynədir? Sonunu bitirmir. Və bu hekayəni paylaşır və bu bir layihədir, yarışdır. Elan olunur ki, hamı qüvvəti, qələmi, qələm əhli olanlar bu hekayəni tamamlasınlar. Kim orijinala daha yaxın sonluq yazsa hekayə, o qalibdir. Yəni bu orijinal hekayə yazısı da var. Tamamlanıb hekayə. Sadəcə sonunu bizdən gizlədir. Hekayəni çıxardır belə layihə kimi və insanlar başlayırlar bu layihədə iştirak etməyə, yazırlar. Məsələn, biri yazır ki, Əli getdi, filan yerdə öldü. Biri yazır ki, Əli getdi, məsələn, xoşbəxt. Hər bir versiya ilə də hekayəni bitirir. Orijinala kimin yekun yazısı uyğundursa, o da olur qalib. Mən özüm o layihədə iştirak etməmişdim, amma o layihə haqqında oxuyanda, o prosesi izləyəndə maraqlı bir ideya gəldi, fikir gəldi ağlıma ki, deyərsən elə həyatda belədir axı. Deyəsən, ilahi sistemdə belədir axı. Bizim bu imkanlarla, bu reallıqla, bu valideynlərlə, bu şəraitlə, bu genetika ilə kim ola bilərdik? Orijinal versiyamız var. Qiyamət hesabatını da mən belə başa düşürəm. Sizin orada necə ola bilərdiniz? Var orada. Və nə oldunuz? Kim oldunuz? Bəhanələrlə, tənbəlliklə, filanla. Mövcud şərtlərlə, mövcud imkanlarla. Özdə mən o yazımda yazmışdım ki, mənə görə kamillik məsələsi var. Bu bir ümumi bir şey yoxdur. Hər kəsin öz kamillik versiyası. Sənin ən ali versiyan. Bunun məsələyə dəxli var. Bunun məsələyə dəxli var. Səndən istənilən budur. Bu imkanlarla, bu genetika ilə, bu valideynlərlə, bu şəraitlə, bu ölkə ilə və s. də hamısı menüyə daxildir. Sən kim ola bilərdin? O maket oradadır. Sən bu ola bilərdin. Amma kim oldun? Ona görə deyirlər, yevmul həsrət, həsrət günü. Yəni, peşmançılıqda, mən bu imkanlarla belə ola bilərmişəm. Kifaya qədər mənim imkanım var imiş ki. Amma mən nə oldum? Məsələ budur. Bəhanələr, reallıqla barışmamaq, daha çoxunu gözləmək, inciklik, küskünlük. Baxın, bunlar uşaq qafasıdır. Bunu hamımız bilirik. Mən sizə birazdan deyəcəm ki, illər əvvəl qəribə bir şeyi başa düşdüm. Və bunu başa düşdüyümə görə xoşbəxt oldum. O bundan ibarət idi. Birazdan deyəcəyim sözü indi deyirəm. O bundan ibarət idi. Mən başa düşdüm ki, mənim bugün başa düşdüyüm şeylər 10 illərdir bildiyim şeylərdir. Bir diqqətlə düşün, bu nə deməkdir? Mənim bugün başa düşdüyüm şeylər yeni şey deyil. İllərdir bunu müəllim danışıb mənə, ustad danışıb mənə, o kinoda görmüşəm, bu film, bu günləri başa düşürəm. Hansısa bir həkimin qəbulunda olmuşam, illər əvvəl bir söz deyib. O söz qalıb havada da, mən onu eşitmişəm, yaddaşımdadır. Amma başqa bir həkimdən, neçə ildən sonra başqa bir həkimlə söhbət edirəm. O bir söz deyir, bir söz danışım, mən o həkimin dediyimi başa düşürəm. Bildiyim şeydir, amma bu günləri onu başa düşdüm. Məsələ budur, baxın. Biz bilsək ki, niyə belə oldu, o səbəbi tapsaq, o səbəbi düzəldərək də üstü. Bəzən suallar çox vacibdir bizi oyatmaq üçün. İnsan otursun, düşünsün ki, niyə belə oldu? Bir ümumi cavab tapsın ona ki, mən ona görə belə oldu ki, mən başa düşmədim. Biz bunu müzakirə elədik ardınca uşaqlarla ki, yaxşı, bayaq dediyim məsələ ki var, mən bu günləri başa düşdüm və anladım ki, bu başa düşdüyüm şeyi mən 10 illərdir bilirəm. Tamam. Yaxşı, sual. Necə eləyək ki, 10 il gecikməyək? Bunun bir yolu varmı? 5 il bundan əvvəl başa düşəydim. Ümumiyyətlə, bax, bunun haqqında da düşünmək lazım. Niyə insanlar bilir, amma başa düşmür? Başa düşmək üçün, o insight'ın yaranması üçün, o fərqindəliyin, o yanlışın yaranması üçün nələr lazımdır? Bu özü də ayrı bir mövzudur. Mövzumuzdan kənara çıxmayaq. Əvvəldə başladıq İmam Səccadla. Niyə belə idi? Niyə təşəkkür doludur, razılıq doludur? Çünki entitlement deyil. Gərsi imam da, məsələn, xüsusi bir adamdır da, imam övladıdır, xüsusi nəsildir filan. Bunların heç biri onun üçün mühüm deyil. Mən bir təbiətin bir parçasıyam. Allahın yaratdıqlarından biriyəm. Sadəlik budur, həqiqilik budur. Sən nə qədər özünə bir şey biçəcəksən, o sən görülməyəcəksən. Bu texnika kimi deyil, sabahdan özümüzü sadə aparaq ki, çox dəyərli olaq, yox, bu da olmayacaq.
Bu da olmur. Bir qəribə bir, maraqlı bir paradoksdur. Məşhur ifadədə bir nəfər getdi. Atasının gözünü çıxartdı ki, ona desinlər Koroğlu, ona demədilər Koroğlu, ona dedilər Kor kişinin oğlu. Koroğlu ona görə eləməmişdi bunu. Bu proseslər özü yetişdirmişdi. Qəribə bir paradoks. Məsələn üçün biz dini mətnlərdə, ümumiyyətlə səmavi kitablarda və ümumiyyətlə məsələn budizm təlimlərində və digər çox təlimlərdə insanı entitlementlikdən xilas edən çağırışlar görürük. Məsələn, İmam Əlidən söz var, deyir ki, sən kimsən axı? Əvvəlin filan, axırın filan, məşhur ifadədə. Əvvəlin bu formada yaranıb, axırında da qüsül verməsələr, məsəl üçün, bu insana o vəziyyətdən çıxartmaq üçündür ki, sən belə qeyri-adi ilə filan deyəsən. Bəzən xəstəliklər də buna görədir. Bir virus gəlir, görürsən ki, insan bütünlüklə söktü. Sən axı özün haqqında çox böyük fikirlərdəydin. Bunun insan fərqinə varanda dəyərli ustadlardan biri burada qəşəng bir söz dedi. Dedi, səmavi təlimlərdəki mən bağlı məndir. Yəni bir yerə bağlıdır oradakı mən. O özgüvən, indi deyirlər, özünə güvən. Özünə güvənin bir istinad nöqtəsi olmalıdır. Bir yerə bağlı olmalıdır. Yoxsa sən nə mən, nə haqla sən, insan necə özünə güvənsin? Bir virusla məhv olur, çıxır gedir. Hansı mənada özünə güvənir? Bu bir yerə bağlıdırsa doğrudur. Yoxsa boş-boşuna şişirtməkdir. Bir yerdə partlayacaq o. Mən belə, mən elə yox. Bir yerə bağlı olmalıdır. Bu entitlementlik insanda o həddə çatır ki, maraqlı bir effekt var. Mən çoxdan vaxtda yazmışdım. Spot işığı effekti deyirlər. O spot işığı birisi nədir? Tamaşada, teatra gedəndə görürsünüz, bir nəfərin üstünə işıq düşüb, hər yer qaranlıqdır. Onu diqqətlə görməyimiz üçün o spot işığı deyirlər ona, o adamın üstünə düşən. İnsan o qədər entitləmə, yəni özünü xüsusi sayır. O elə bir ki, cəmiyyət arasında gəzəndə elə bir ki, elə bir dənə bunu görürlər. Spot işığından gəzir. Heç kim görsənmir, hamının diqqəti bundadır. Aynən belə başa sarsan, qardaş, hər öz işində deyil, səndən işi olan yoxdur. Belə spot işığı effekti yəni təsdiqlənib də, yəni eksperimentlər ediblər ki, həqiqətən də insanların heç vezinə deyir çoxu. Belə deyərlər, o belə deyəcək, belə eləyəcək. Bunlar insanın hamısını özünü xüsusi düşündüyündəndir. Mən təbiətin bir parçasıyam və heç bir xüsusiliyim də yoxdur. Və yaxud məşhur Azərbaycan dilinə kitabları tərcümə olunub. Sinelnikov, Valeri Sinelnikovun kitablarını oxumusunuz? Onun məşhur modeli var, Qurban Zalım modeli. Bizim mövzuya çox aid. Qurban Zalım modeli. O deyirdi ki, əgər qurban olduğunu düşünsən, yəni qurban hiss etsən özünü, sən zalım da olacaqsan. Sən düşünsən ki, sən məzlumsan, sən əslində çox şeyə layiq idinama verilməyib, bu həyat sənə layiq deyil filan, sən başlayacaqsan zalımlıq eləməyə, əyri yollarla. Baxın, dürüstlüyün təməli olmalıdır. Çağırışla olmur, sən dürüst olacaqsan. Yox, bir təməl, sən bu kafadasansa ki, mənə bu çoxuna layiq, bu nə həyatdır filan, sən dürüst olmayacaqsan. Əyri yollarla da olsa müəyyən şeylər əldə edilir. Amma sən desən ki, mənə çox verilib. Bəzi ürəfa, ariflər var ki, onlar Allahdan nəsə istəmə utanırdılar. Nəsə istəmə utanır. Həqqi mənədir, bu qədər şey verib, əlavə deyim ki, filan şey də verir. Çox verib. İnsan dərindən baxsa görər ki, Allahın verdikləri hədsizdir. Hədsizdir, Allahın o qədər verdikləri və sən sadəcə özünü elə şeylərə layiq görürsən ki, bu azdır, ancaq o azlara köklənmirsən. Zülmlə mübarizəyə, bu isə mənim cümləmdir, zülmlə mübarizəyə məzlumdan başlamaq lazımdır. Dırnaq arası məzlumdan. Zülmlə mübarizəyə məzlumdan başlamaq. Məzlumu biraz oyatmaq layiq, yaxşı, sən harada məzlumsan? Sənə bu qədər nemətlər verilib, bu qədər gözəlliklər başlayıb. Sən harada məzlumsan? Biraz onu silkələmək lazımdır. İnciməyin prosesə heç bir dəxli yoxdur. Bax, bu körpə, içimizdəki körpəyə bunu başa salmaq lazım. İnciməyin bizim beynimiz, mən haçan da deyirəm, bir gün təlimimiz olacaq bu haqda. Adı da belə olacaq. Beynimizə nələri başa salmalıyıq? Biz beynimizə bir şeyləri başa salmalıyıq. Biz başa salmalıyıq. Təəssüf ki, beyin çox unikal bir instrumentdir. Bizim köləmiz olmalıdır. Beyin insanın ən unikal köləsi olmalıdır. Halbuki biz beynimizin köləsiyik. O belə düşünür, biz qərar veririk. Bu bütün idarə, bir insanı ki beyni idarə eləyir, indi deyirlər, falan kəsi beyninlə, yox.
beyninin idarə elədiyi insan unikal insan. O insan unikaldır ki, kamil insandır ki, o beynini idarə edir. Beyninə müəyyən şeylər öyrətmək lazımdır. Beynimizə müəyyən şeylər başa salmaq lazımdır və həmçinin bunu başa salmaq lazımdır ki, inciməyin prosesə heç bir dəxli yoxdur. O uşaqlıqda idi. Nə incidim, küstüm də, ana da gəldi ki, da inciyir filan. İndi hətta müasir psixologiyada bəzən tövsiyə edirlər. Deyirlər, çox uşaqların manipulyasiyalarına uysanız, həm uşaq manipulativ uşaq olacaq, eyni zamanda da nə baş verəcək? Uşaqda bu şey köklənəcək, formalaşacaq, gələcəkdə də belə olacaq da. Uşağı indidən başa salmaq lazımdır, öyrətmək, praktik müstəvidə öyrətmək lazımdır. İnciməyin prosesdə dəxli yoxdur. Sən burada incimirsən, amma haqsızsan. Məsəl üçün. O inciməyin prosesə dəxli yoxdur. Bu işə ancaq mane olur. Bizim işimizə mane olur. Narahat olmağın prosesə heç bir dəxli yoxdur. Yəni bütün həyatı narahat olmağın. Yəni bir insanlar düşünün, tutalım indi kainatda müəyyən proseslər gedir. Elə narahatdır, oturub narahatlıq keçirir. Olan zülmlərə görə, o birisinə görə, bu birisinə görə. Bir yaxınımla söhbət edirdim, bütün bu mövzuları söhbət edirik. Deyir ki, neçə vaxtı narahatam. Elə narahatam. Deyirəm ki, yox, olmamalısan. Gözəl şeylər də var, filan, narahat olmamalısın. Deyir, necə yəni? Biz onda narahat olmayaq. Haqsızlıqlara, o birisinə, bu birisinə, ben narahat olmayaq. Mən deyirəm ki, baxın, narahat olmayaq deyil. Çox qəşəng bir söz deyirəm sizə. Xüsusi zamanlarda narahat olaq. Yaxşı, hamı oturaq, narahat olaq. Və işləri kim görəcək? Deyir, sən ağa, mən ağa, inəkləri kim sağa? Məşhur bir komediya filmi var idi, Qabaq. Allah öləndən rəhmət eləsin. Anamın ondan xoşu gəlirdi, sırf o səhnədən. Bu Elməddin Cəfərov orada oynayırdı. Hamı iş görür, hardansa harası köçürlər. Hamı iş görür, əziyyət içində. Bu oturub belə. Yoldaşı yaxınlaşır, nağayırsa Elməddin deyir ki, xəsarət çəkirəm. Siz iş görürsünüz, mən iş görmürəm deyə burada oturub xəsarət çəkirəm. Zalım olur, dur ayağınla, xəsarət çəkmək vaxtıdır. Yəni, indi biraz da buna bənzəyir. Yəni, narahat olmaq xüsusi zamanlarda. Məsəl üçün, ibadət əhli çox gözəl fürsətdir. İbadətlərində narahat olsunlar, dua eləsinlər filan. Amma da onu süfrəni bağladı, yığışdırır, işi gör, qardaş. Dur, iş gör. İş görmək lazım. Nə narahatlıq? İncimək bir ehtiyazdırsa, kimsə deyə bilər ki, incimək bir xüsusi bir zamanlarda, xüsusi bir məsələlərdə, amma bu həyatın fonu olmamalıdır. Həmişə daim incik, daim narahat belə olmamalıdır. Bizim bir dənə pasiyentimiz var idi, bir nəfər var idi. O xaricə gəlin köçmüşdü. Köçdü, xaricə gəlin köçmüşdü. Biz seanslarımız davam edirdi. Bu maraqlı bir söz deyir. Müəllim, mən şokdayım. O mənfi şey kimi deyir. Mən gördüm nə gözəl bir şeydir. Deyir, bunlar nətər adamdılar. Öz köçdüyü ailə ilə bağlı danışır. Deyir, bunlar bir-birinə dava eləyirlər. Birdən nəyinsə üstündə bir mübahisələr düşür. Yəni, möhkəm mübahisə eləyirlər. 5 dəqiqədən sonra qutardı, oturdular, çörəklərini yeyirlər, deyib gülürlər, filan. Deyir, bizdə bu mübahisə olsa bizim ailədə bir ay bir-birinə küsülü qalacaqdılar. Sən mənə bu söz dedin, o inci filan. Bunlar deyir ki, qırğın əməlli başdı. 5 dəqiqədə elə belə olmayıb da. Yəni, bu olmalıydı, bu şey ehtiyac idi da. Mən bir dava eləməliydim, boşaltdım və sonra getdim, oturdum. Çox xoşuma gəldi. O mənfi şey kimi danışırdı. Bunlar nətər adamdılar belə. Deyirəm, nə qəşəng bir şeydir də. Yəni, nəyə lazımdır axı bu inciməklər? İllərlə bu ondan küsür, bu bundan küsür. Günləri psixosomatika elmi bundan danışır ki, incimək insan necə çürüdür, insan necə məhv edir. Əgər fondursa, əgər xüsusi zamanlarda desə, fon bu deməkdir. Yəni, bütün həyatın boyu bir inciklik içindəsən. Pasiv bir inciklik var. Bəzən pasiyent gəlib baxırsan, görsən ki, bu o məşhur mahnı var, həyat bizə nazik davranma, incə davranmadı. Bu kafanın içində də, niyə balam? Niyə həyat? Niyə davranmadı ki? Bax, bu nemətlər falan. Yəni, belə bir məşhur söz var. Daha yaxşısını kimsə vəd mi etmişdi, indi vədinə xilaf çıxıb və sən narahat olmuşsan. Elə bir kimsə demişdi ki, ay belə filan, indi bunun sözünə tutmayıb və sən də narahat olmuşsan. Ona görə mən təlimlərimdə əvvəllərdən bunu deyirəm. Deyirəm, bu status dəyişmək lazımdır. İnsan bu dünyada qonaq deyil. İnsan bu dünyada yolcusudur. Bütün bu məsələlər üçün xüsusi narahat olmaq üçün xüsusi bir zamanda narahat oldun, durdun. Yox, bizdən istənilən narahat olmaq deyil. Bizdən istənilən fəaliyyətdir, xidmətdir, gözəl işlər görmək. Tamam pisdir hər şey. Dur ayağı görürsən, nə edə bilirsən? Nə iş görə bilirsən? Düzəltmək üçün, yaxşılıq eləmək üçün. Oturub o xəcalət çəkməkdənsə durub bir iş görmək lazımdır. Və yaxud Konfutsiyun məşhur sözüdür də, çox sevimli sözdür. Bütün bunların prosesə faydası yoxdur. İnciməyi yığışdırmaq lazımdır. 1 aprel mənim üçün xüsusi gündür.
xüsusilə qeyd etdiyimiz gündür. Təntənəli formada. 1 aprel mənim inciməyə tövbə etdiyim gündür. Və xoşbəxt olduğum gün. Yəni, bu başa düşürsən də bunu. İnciməyə tövbə etdiyim gün. Bunu yoxlayın. Baxın, biz elə bilirik ki, tövbə yalnız günahlardan olur filan. Bəzi hallardan tövbə eləmək lazım. İncimək əhval-ruhiyyəsi, incimək, o belə filan. Yox, qardaş, indi bəzən uşaqlarla danışanda deyirəm, heç kim məni incidə bilmir. Bəzən prosesdə görürəm, kimsə məni incidə deyirəm ki, zəhmət çəkirsən, incidə bilməyəcəksən. İncidə bilməyəcəksən. İnciməyə tövbə etdiyim gün və xoş. O tövbə necə yaranır? Tövbə bir fərqindəlikdən yaranmalıdır. Belə tövbə eləməklə deyil, sabahdan mən də tövbə edirəm, hardasa qıracaqsan da tövbəni. O fərqindəlik nədir? Entitlementlik bəhsi ona görə. Mən xüsusi deyiləm, mən adi bir parçayam. Az ola bilər, çox ola bilər, bu belə davrana bilər, o belə davrana bilər. Xüsusilə Sinelnikovun Qurban Zalım modeli, o çox qəşəng bəhs edir orada. Deyir ki, sizi vura bilərlər, döyə bilərlər, təhqir eləyə bilərlər. Bütün dünya yığışa bilər, amma siz onu qəbul eləməmişsinizsə, siz sınmamısınız. Bu insan azadlığı budur. Və tarixdə belə şəxsiyyətlər olublar da. Tarixdə belə şəxsiyyətlər olublar ki, bu bir nəzəriyyədir, bu nağıl deyil. Tarixdə belə şəxsiyyət olublar. Bütün dünya yığışır, qardaş deyir ki, mən bu yanda, mən meydandayam. Nə inirsən elə də. Və digərləri bunu başa düşənmir. Bu həqiqətləri başa düşənmir. Bu nə qayırır, nə iş görür? Bu niyə belə eləyir? Bu şəxsiyyət budur, mənlik budur. İnsan sınmır. Ona görə bu şeyləri məşq eləmək lazımdır. İnciməyə tövbə eləmək lazımdır. İncimək, küskünlük, həyat bizə kifayət qədər nemətlər verib. Allah bizə kifayət qədər nemətlər verib. O nemətləri görmək lazımdır. O nemətlərin qədrini bilmək lazımdır. Bəzən alınanda biz başa düşürük. Mən keçən səfər evdə oturmuşduq, söhbət edirdik və onda dedim bunu. Dedim ki, indi bizim bu oturduğumuz otaq, zal bizim üçün bəlkə adidir də. Məsələn, deyirsən, hədə otaqda burada nə var ki, məsəl üçün. Amma düşünək ki, dünyada müharibə gedir, tam da yerində idi bu misal. Dedim, düşünək ki, Allah uzaq eləsin, bombardman başladı, müharibə başladı falan. Dedilər ki, girin zirzəmilərə, padvallara da qorunmaq üçün. Və biz 1 ay orada ömür keçirdik. Keçirmək sayılırsa o dəhşətli vəziyyətdə. 1 aydan sonra bizi dedilər ki, buyurun, indi evlərinizə çıxa bilərsiniz və gəldik bura. Bu bizim üçün necə olar? Bu otaq bizim üçün. Necə arzuluyuruq o 1 ayda bu ki, qayıtsaydıq. İnsan bu fərqindəliklə baxmalıdır. İnsan bunu bacara bilən, yaşaması şərt deyil. Bunu bizim yaşamağımız şərt deyil. İnsan təfəkkürü buna qadirdir ki, bunların hamısını detalizasiya deyirlər. Detallarına qədər düşünüb və həyatındakı insanların qədrini bilsin. Həyatındakı insanların qədrini bilsin. O gün bir podkastda danışırdım. Dedim, baxın, yaxşı valideyn mövzusunda. Orada dedim ki, bir ümumi meyar deyirəm. Uşaqlarınıza qonşunun uşağı kimi davranın. Bir Nizami Kənd Həyatında, təlimdə də bu haqda bir yarışmamız olmuşdu, yadınıza gəlirsə. Qonşunun uşağı 3 alıb dərsə. Necə davranacaq? Döyəcəyik onu, yox, ona deyəcək, belə falan. Nə bilim, qonşunun uşağı nəyisə çaldı, sındırdı evdə. Düzdür, olan şey deyil, heç nə yoxdur, əladır, filandır. Düzdür, uşaqlarınıza, qonşunun uşağı və yaxud təkcə uşaqlarınıza yox, elə evdəkilərə qonaq kimi davranın. Qonaqla necə davranırsınız? Pul əlinə verir, o bilsin, belə verir, bilsin. Qonaq kimi davranın. Niyə? Çünki zaten hər kəs qonaqdır. Əgər inanmırsınızsa, vaxtı ilə evinizin bəzəyi olan, məsəl üçün, ananız həyatda deyilsə, onu xatırlayın. Başa düşəcəksiniz ki, həqiqətən də insanlar qonaqdır, hər kəs qonaqdır. Ona görə bu fərqindəliklə məsələyə yanaşmaq lazımdır. İnciməyə tövbə etmək lazımdır. Və son olaraq, bayaq dediyimi qabağa qaçdım. O mövzu buydu. Mən başa düşdüm ki, mən bu günləri, başa düşdüyüm şeyləri 10 illərdir biləcəm. Amma bugün başa düşmüşəm. Və oradan da inciməyim biraz azaldı. Başa düşdüm ki, ətrafımdakı insanlar filan şeyləri bilirlər, amma başa düşməyiblər də. Yəni, o hələ başa düşməyib də. Nəsə olmalıdır onun başa düşməsi üçün. Bizi incidən məsələlərdən biri nədir? Bizi incidən məsələlərdən biri budur ki, bizim başa düşdüyümüz şeylər var. Çox aydın başa düşmüşük. Amma Məmməd bunu başa düşmür. Niyə başa düşmür? Axı sən də 10 illərdə bunu başa düşmürdün. Hətta bu günləri bəzi şeylər var ki, bilirsən, hələ başa düşmürsən.
İnsanlar fərqlidir, həyat hekayələri fərqlidir, genlər fərqlidir, bütün məsələlər fərqlidir. Bu insanı rahatladır. Bax, bunu şəxsi təcrübəmdən deyirəm. Bütün insanlar deyirsən, hə, bilir də, hələ başa düşməyib. Vaxtı gələcək. Bir də görürsən ki, kimsə gəlir elə bir zaman deyir ki, 50 ildir sən bunu danışırsan, şəxsi təcrübəmdə gördüyüm şey elə bir, hə, filan şey filan imiş ha, filan kəs dedi. Elə bir ki, qaynar suyu tökdü də baş. Mən 10 ildir danışam bunu. Adam eşitmirmiş də hətta. Yəni sadəcə belə də indi onu başa düşüb deyə, bir nə cürsə olub, hansısa bunu biz çox şərh eləyə bilmirik. Çox izah eləyə bilmirik. Yəni qanuna uyğunluqlar təqdim eləyə bilmirik ki, belə olmalı ki, başa düşəsən, belə olmalı. Bu belə bir şeydir. Həyat hekayəsindən bağlıdır. Bilirsən ki, bir dənə cümlə mənə dəfələrlə insanlar yaxınlaşır, deyir ki, 3 il bundan qabaq filan yerdə siz bir cümlə demişdiniz. Heç mənim adımda deyil o cümlə. O mənim həyatımı dəyişdi. Yəni o onunla bağlı olan bir şeydir. Həmən vaxtı necəsə oturub da tam yerinə və başa düşüb. Tamam. Onda da inciməklər azalır. Münasibətlərdə inciməklər, ailə münasibətlərdə xüsusən. Sən bir şeyi başa düşürsən, bu sənin həyat tərzi, bu sənin üçün çox həssas mövzudur, amma onun üçün bu belə deyil. Və burada qırğın düşür də. Sən elə bilirsən ki, mənim belə insightlarım, qəribə başa düşmələrim çox olur da. Məsələn, mən bir gün başa düşdüm ki, mən gördüm ki, uşaqlardan bəzi şeylər, gözləntilərim var. Sən bu qədər ustadlar görmüsən, bu qədər şey olmuşsan. Mənə elə gəlirdi ki, mənim bildiklərimi onlar da bilirlər. Bu, baxın, sadə bir şeydir, amma böyük həqiqətdə bunu başa düşsəz ki, mənim bildiklərimi, oxuduqlarımı onlar bilmir. Onlar bilmir, ha, bu nə davranışdır, ondan davranırsın. Sən də bu qədər ustadlar görmüsən, bu qədər yersən, belə bunu başa düşməyin çox normaldır da. Bu uşaq heç nə görməyib. Bu uşaq başa düşmür. Biz bəzən bu ölçülərlə tənqid edirik, qınayırıq, yanaşırıq, dəyərləndiririk deyə münasibətlər korlanır. Ona görə xüsusi bir şey yoxdur. Xüsusilik yoxdur. Bundan qurtulmaq lazımdır. İnciməyə tövbə etmək lazımdır. Bununla da qürur duymaq lazımdır. Ki, mən insanları başa düşürəm. Baxın, bu bir quru çağırış deyil ha. Yəni, bu ona yönəlik çağırış deyil ki, sizi incitsinlər, atın içinizə, incinizi bildirməyin. Bu başqa şeydir, bu xəstəlik yaradar adamdır. Yox, rahat. Ruslar qəşədirik, bez emosiya. Baxın, bu nə deməkdir? Sözünüzü deyəcəksiniz, fikrinizi bildirəcəksiniz. Bez emosiyasız. Məsələn, bir şəxsi təcrübəmdən deyim. Tutalım, belə bir evdə, ailədə qayda qoymaq istəyirəm ki, axşam saat 10-da, gecə saat 10-da telefonlar xahiş edirəm bu masanın üstündə olacaq. Sabahdan, axşam saat 10-dan telefonlar burada olur, bir də sabah götürəcək. Fərz elə ki, belə bir qayda qoyuruq. Tamam anlaşdıq. Sabahlar saat 10-dur, masanın üstündə bir dənə telefon var, o da mənim telefonumdur. Burada məsələ nə olur? Burada əgər entitləmentlik varsa səndə, mən xüsusi, mən atayam, mən dəyərliyəm, mən fikrim, mən söz dedim, axı, mən falan, belə olsa, məhv eləyəcəksən özünü. Ya qışqıracaqsan, ya bir dava salacaqsan, hər şey pozulacaq. Amma o yoxdursa, sən görsən, mənim telefonum, uşaqlar, telefonlar haradadır, gətirin telefonları qoyun bura. Emosiya yoxdur. Çox sadə, uşaqlar da gülə-gülə, hə, gətirində qoyular. 3 gün belə, 5 gün belə. Əgər görəndə ki, hər dəfə belə olur, bu sizi incitir, hər dəfə belə edirsiniz. Uşaqlarla birlikdə deyirsiniz, gəlin buna bir cəza tətbiq edək. Məsələn, kim gətirməsə, sabahları bütün günü telefonundan məhrum olacaq. Ortaq bir cəza təşkil edirsiniz və mərhəmətsiz şəkildə o cəzanı tətbiq edirsiniz. Yenə də bez, emosiyasız. Yəni, ailən belə qırğın, dava salım, emosional danışım yox. Qayda danışmışdıq, gülə-gülə. Özdə bu xüsusilə qeyd edirəm, gülə-gülə eləyim bunu. Uşaqlar, bəs dünənləri danışmışdıq da, bu cəza bu olmalıydı. Hə, danışmışdıq, sonunda cəzanı tətbiq edəcək. Mərhəmətsiz. Bu liderlikdir. Liderlər belə olurlar. Qayda qoyur, emosiyanı da işə qatmır. Sən götürsən, qoyursan bunu. Vəssalam. Bunu bacarmaq möhtəşəm bir şeydir. Entitləmentlik olmamalıdır. Özünüzlə bağlı xüsusi, hərə bir xüsusilik düşündə, mən anayam, mən atayam, mən axı işləmişəm, mən çöldə zəhmət. Bunların hamısı onun nümunə. Çəkmişsən də qədər. Xeyr ola. Bizim bir pasiyentimiz gəlmişdi. Gənc uşaq idi. Uşaq qumara qurşanmışdı. Valideyni gətirmişdi. Və biz danışdıqlarda çox bir şeyi başa düşdüm. Uşaq çox qeyrətli uşaqdır. Atası fəhlədir, çox zəhmət çəkir filan elə falan. Bu uşağa toxunur. Uşaq başladı danışmağa ki,
Mən ona sual verirəm ki, niyə qumar falan bununla bağlı danışırıq? Birdən-birə uşaq dəxli olmayan bir cümlə işlətdi, amma məsələyə çox dəxli var dedi. Müəllim, hətta gözləri doldu, atam çox zəhmət çəkir. Atam çox əziyyət çəkir və mən buna heç bir şey eləyə bilmirəm. Heç bir kömək eləyə bilmirəm ona. 16-17 yaşında uşaqdır. Mən başa düşdüm ki, bu qumarın kükündə biraz o da, yəni asıllıq yoxdur, sadəcə gedir, oynayır falan ki falan. Mən ona dedim ki, ona dedim ki, baxın, uşaq atası ilə bağlı belə bir şey kafasına dedim ki, burada nə var ki? Mən də valideynəm, zülm çəkirəm, əziyyət çəkirəm. Sən də valideyn olanda əziyyət çəkəcəksən. Valideynin əziyyət çəkməsi qeyri-adi bir şey deyil. Bəlkə valideyn bunu deyib nə cürsə, uşaqda belə bir şey formalaşıb. Yəni, bu belə olmalıdır da. O ki, gəlləri qaxans kimi, mən belə əziyyət çəkirəm, filan, bəsmək, yox. Mən elə əziyyət çəkməliyəm də. Uşaqlar gəlib deyəndə ki, ata falan, bu belə olmalıdır. Siz də valideyn olanda belə olacaqsınız. Baxın. Deyirəm, sənin bugün ataya ən böyük köməyin budur ki, gördüyüm özdə qeyrətli şəxsiyyət uşaqdır da. Sən gedib ataya deyə bilərsən ki, ata, məndən arxayın ol. Atanın ən ağır yükü o kisələr deyil, sənsən. Narahatlıq. Sən ataya gedib bu cümləni desən və bu cümlənin üstündə dura bilsən ki, ata, mənim dərsimlə, mənim qumar falan bulur. Məndən arxayın ol da. Zəhməti çək. Uşaq belə çox şey oldu da, dirildi. Yəni demək istəyirəm ki, o xüsusilik zəhmətlə bağlı, o birisinlə bağlı mən münasibət necə korlanır? İnsan indi haqlı olaraq başa düşüləndir əslində. Zəhmət çəkir falan gəlib evə. Bir xüsusilik tələb eləyir. Mən irfan yolu deyirəm də, mən daha qədim bir yol deyirəm sizə. Mən deyirəm, haqlı olduğunuz yerdə belə elə xüsusi davranmayın. Məsəl üçün, zəhmət çəkmişsən, gəlmişsən evə, oturmuşsan, çay biraz gecikdi. Normalda sən zəhmət çəkmişsən, gözləndim ki, bu qaçmalıdır, çay, ata işdən gəlib falan. Burada görsənir sənin şəxsiyyətin, burada görsənir sənin sadəsən ya deyilsən. Normal durumlarda yox. Bu zəhmətin içində, bu əziyyətin içində sən əgər gəlsən görsən, ev pis gündədir, mən bir pasiyentimə deyirdim. Görürəm, haqlı olaraq, adam deyir ki, zülmlə gəlirəm, görürəm ki, məsələn, evdə hər şey qaydasında deyil. Deyirəm ki, mən sənə tövsiyə etsəm, bunu eləyə bilərsən. O yorğunluğunla deyinməkdənsə, nə gözləməkdən, incimək, küsmək deyir. Ondan sonra mən 3 gün küsürəm, qapanıram özümə. Deyirəm, dur, boşluq bir yerdən təmizləməyə də gülə-gülə. Uşaqlar gəlin bir kömək edirəm, şəxsiyyət budur. Sən bunu eləyə bilərsən, şəxsiyyət budur. O entitlementlik budur. Sən görürsən, mən çəkmişəm də bu əziyyəti. Heç fiziki olaraq yorğunluğu eləyə bilərsən bunu, amma psixologiya icazə vermir ki. O vaxtı krantın qabağında durub bir neçə saat qapıyandan sonra gördüm möhkəm, belim ağrıyır. Onda yazmışdım ki, bilmirəm bu fiziki ağrıdır yoxsa mənəvi ağrıdır. Adam fikirləşib mən yumamalıyam məsələ üçün. İndi sən durursan o adama ağrı verir ki, mən buradan ağrıyam. Həqiqətən də bunu özünüzü bundan xilas eləsəniz, inciməyə tövbə eləsəniz, fərqində olaraq, inanın ki, çox sadə, rahat bir həyata gələcək. Heç kim sizi incidə bilməyəcək. Heç kim sizi incidə bilməyəcək. İncitməyə cəhd eləyəcək. Buna söz yoxdur. İncidə bilməyəcək. İnsanlar belədirlər də, incidirlər. Müxtəlif məqsədlərlə incitməyə cəhd edirlər. Amma bir yerdən sonra görəndə ki, siz daha incimirsiniz, siz öz halınızdasınız da, insanlar da yorulur da. O evlərin zəngin basıb qaçan uşaqlar kimi. Basıb qaçırdıq evlərin uşaq vaxtı. Görəndə ki, indi o evin içində olan belə ağıllı adam olanda başa düşür ki, bunu narahat eləmək istəyir də. Gedirsən, basırsan, xəbər yoxdur. Məsələn, qonşu var, basırsan, çıxır, deyir, ay köpək aşağı falan qışqırır, sənə ləzzət edir axı. Təzədən yerə gedib basırsan, o qışqırsın. Amma kimsə başa düşür bunu, zəngi basırsan, xəbər yoxdur. Mənim məsələm zəng basmaq deyildi, mənim məsələm narahat eləmək idi. Sən narahat eləyə bilməyəndən sonra insanlar çəkir də, bu adamı incitmək olmur. Stoyatçılar deyirlər ki, belə şeylərə baş sındırmaq bizə aid olmayan şeylə məşğul olmaqdır. Yəni, insanlar müxtəlif səbəblərdən incidə bilərlər, incitməyə cəhd eləyə bilərlər. Biz bununla məşğul olmalıyıq. Bizim məşğul olacağımız şey budur ki, mən inciməyəcəm. Mən necə eləyim ki, inciməyim? Biz deyir ki, qəşəng atalar sözləri çox qiymətlidir ki, cəmaatın ağzı torba deyir ki, büzəsən. Biz nətər eləyə bilər ki, elə eləyək ki, heç kimi incitməsin. Bu incidənlər incidəcəklər də, bu belədir. Yəni, peyğəmbərlər belə, övliyalar belə eləyə bilməyiblər də, bunu bacarmayıblar. Ona görə yox ki, çünki bu həyatın mahiyyəti belədir. Həmişə olacaq bu adamlar. Bizim görəcəyimiz iş burada nədir? Özümüzdə mənəvi immunitet yaratmaq. Ki bu nədir? Ən azından, mən demirəm, heç inciməyin. Ciddi məsələlər olsun da.
Həqiqətən də biz incidən şeylərə baxanda bəzən adam öz-özünə utanır. Ya bu məni incitməməlidir də. Məni heç bu incitmə, bu da şey deyil axı, bu incidəcək məsələ deyil. Biraz o mənəvi immuniteti qaldırmaq lazımdır ki, daha ciddi məsələlərə incisin adam və onun inciməyinin də hörməti olsun. Allahla münasibət məsələsi təbii ki, sonunda qayıdır, gəlir, çıxır bura. Yəni bu münasibətə xüsusi diqqət eləmək lazımdır. Baxın, insanın çox ana münasibətlər deyirlər də, insanın bir neçə ana münasibəti var. Bir özü ilə münasibətidir, bir ətraf mühitlə, yəni insanlar və s. münasibətidir, bir də Allahla olan münasibətidir. Bunlar ana münasibətlərdir. Bunlar hamısı qaydasında olmalıdır. Bir kamil insanın bütün münasibətləri qaydasındadır. Amma əgər bu ana münasibətlərin içində birini seçməli olsaq ki, dominantdır, digər münasibətlərə də müsbət təsir eləyir, insanın Allahla olan münasibətidir. İnsanın Allahla olan münasibəti, əgər əslində qarşılıqlı bir əlaqədədirlər, insanlarla münasibəti pis olanda Allahla da münasibət, amma düzəltməyə hardan başlamalı? Deyir ki, hardan başlamalı ustad? Deyir ki, Bismillahdan. Bu nə deməkdir? Yəni, başdan, Allahdan başlamaq lazımdır. Münasibətləri tənzimləmək. Tutalım, insan münasibətlərini tənzimləməyə başlayır. Allahdan başlamaq yaxşıdır. Əgər Allahla münasibətlər doğru, dərin, sağlam deyilsə, digər münasibətlərin düzəlişi müvəqqəti olacaq, axsayacaq. Hansısa məqamda belə, hansına. Ona görə Allahla münasibət şah münasibətdir və buna xüsusi diqqət ayırmaq lazımdır. Orada münasibət sağlamdırsa, möhkəmdirsə, dərindirsə, digər məsələlər insanı yerindən oynada bilməyəcək. Çox xırda narahatlıqlar yaradacaq. Allahın köməyinə onlar da həll olacaq. Ümid edirəm ki, maraqlı, faydalı, gözəl bir bəhs oldu. Məni belə səbirlə dinlədiyiniz üçün düşünürəm ki, çox faydalı oldu sizin dinləməyinizdə mənə. Özünüzü bir ürəkdən alqışlayın, zəhmət olun.